Söhbət şəhərin Vidadi küçəsi Döncə 2-dən gedir. Sakinlər bildirir ki, burada kanalizasiya və su problemi uzun illərdir davam edir. Nəticədə evlərdən çıxan çirkab sular mərkəzləşdirilmiş kanalizasiya xətti olmadığından küçə kənarındakı xəndəklərə axıdılır. Bu da ərazidə antisanitar vəziyyət yaradır. Xüsusilə isti havalarda öfunət qoxusu sakinlərin narahatlığına səbəb olur. Mən buranı qazdırmışıq, eləmişik, amma indi bizə baxan yoxdur. 6-7 ildir, məsələn 4 ildir, 5 ildir bura heç cür mümkün deyil. Heç cür baxan yoxdur. Və burada yaşadığım dövründən bura kanalizasiya sistemi boru şəklində çəkilişi olmayıb. Hər kəs küçəyə axıdılıb. Küçəyə axıdıldığı üçün burada çoxlu belə deyirlər, milçəklər, həşəratlar falanlar dolu çox olur və kanalizasiya boyu ki, axır kanalizasiya, həmin kanalizasiya boyu da bütün qamışdı, hər yeri basıb. Sakinlərin problemi bununla da bitmir. Onların sözlərinə görə sözü gedən ünvana içməli su da fasilələrlə verilir. Gün ərzində cəmi 3 saat. Bu isə isti vaxtlarda gündəlik məişət işlərində ciddi çətinliklər yaradır. Qeyd etmək istəyirəm ki, bizim hal-hazırki vəziyyətdə kanalizasiya sistemimiz çox bərbad haldadır. Bir damcı yağış yağan kimi dövlət hesabına çəkilmiş bu asfalt yaman günə qalır, keçilməz olur yollar. Sudan çox böyük əziyyət çəkirik. İlin günün bu hansı vaxtıdır ki, kimdənsə vedriylə su alasan, kiminsə hansısa qohumun evinə gedəsən. Hər iki məsələ ilə bağlı Şirvan şəhər su kanal idarəsində olduq. Şifahi olaraq bildirildi ki, şəhərin Vidadi küçəsində kanalizasiya xidmətimiz yoxdur. O zaman sual olunur. Şirvan şəhər su kanal idarəsi bəs şəhərdə hansı işlərlə məşğuldur və hansı ərazilərə xidmət edir? Belə olan halda sakinlərə problemin həlli üçün kimə və hara üz tutmalıdır? Adı çəkilən küçəyə suyun gün ərzində 3 saat verilməsinə gəlincə, yay aylarında 3 saatlıq su verilişi hansı sakinin gündəlik su ehtiyatını təmin edər? Mövzunu diqqətdə saxlayacağıq. Səmil Şahlaroğlu, Yusif Əliyev bugün informasiya proqramı üçün.